ölüb, Molluya 6 manat atdım ki, online yazsın oxu mənə. Gedib çıxa bilmirəm. Allah rəhmət eləsin. Zəmanə o deyil. Doğmağa nə var ki, doktor ki, sabada kart paylaş ki, əlimin elə ayağı yoxdur, Pulatın uşaqdır, doğmuşam. Nə məcburdur, doğma. Yığıb başıma gedib obyektimin ya sən Allah görüm, sən Allah. Yığıb başıma gedib obyektimin qabağına. Uşağın heç bir günahı yoxdur, 2 dəqiqəlik ləzzət edir. Aparacam abad çökəyindən 5 dəstə kəkilotu yığıb gətirib qoyub qabağıma satacam. 7 il anası qutab pişirdi, indi də başına qaxaz eləyirlər. İstəmirik. Yox, lazım deyil, sağ ol. Hələ onlarla istəmirik. Hirslendin, get sigaret çək. Gözümüz aydın. Getdim. Valla. Getdim. Hirsləndirdin. Hirsləndirdin. Çok pay olanınızı görürəm ha göz şüşədən səni. Gördün şüşədən nə dedim? Mən görürəm ha səni. Çok pay olanınızı. Nə dedim ki? Dedim getdi də nə? Denədin amma elədin. Yox. Nə olsun mənim 31 yaşım var ay? Nə olsun mənim 31 yaşım var ay? Nə olsun mənim 31 yaşım var ay? Nur Ağsuludur mən Salyanlı. Amma Gülçayı sevirəm. Çox istəyirəm oranın cəmatı da zəhmət keçdilər. Sən haralısan? Dedimdən soruş deyəcək. Ağsulu, Çalvalı. Sən Çalvalısan. Ağsulun Çalva kəndi. Bacı, bəs son deyirəm də, olsun. Mən demirəm, mənim uşağım olmaz, qurban olum. Mən demirəm, mənim 31 yaşım var. Mən istəsəm bu dəqiqədə uşaq dünyaya gətirərəm. Üzr istəyirəm böyüklərdən. Amma indiki zamanə üçün olmur axı, bacı. Mənim elimdə 7 milli qrijam var. Mən nə ölürəm, gedim uşaqda zülüm verəm. Nəylə böyüdüm, bacı, mən onu. 31 yaşım var, xəstə ana himayəmdə, özü o vəziyyətdə. Mən 1 ayından 9 ayına qədər qarnım burnumda, o qucağında ki, mən ikisini zülüm çəkmişəm. Oğlumu dünyaya gətirmişəm Kaspiyan hospitalda. 3 günlüyündə götürüb aparmışam İsmailliyə. Yun şəriflə belimə bağlamışam, qutab bişirib satmışam. Başa düşürsən, nə danışırsınız siz? Hələ valla belə pis çıxmasın. Deməyə nə? Onun elə özü 5 uşağa doğdu. Onun özü saat 6 tamamdan oturur, onun çayı qabağında olmasa deyəcək ki, sən arvad dörsən. Cəmatın arvadları qaz vırıb qazan doldurur. Cəmatın arvadları ərinə çay verir. 7 il İsmailli yolun üstündə mən cəmat evində şəkərbura paxlava pişirəndə Nərmin qutab pişirib satırdı. Nəydən ötürü? Onun torpağıdır. Qoy onun əğizi var orada. Qoy onun nəfəsi var orada. Orada nə bilim ömrü uzansın, qaldım orada. Nə oldu ki? Zülümlə böyüdürəm. Ayın 11-i vinetka çəkilişidir. 3 dəst paltar almalıyam ki, vinetka canlı vinetkadır. Karnav dərs şeyləri olacaq. Nə bilim, nədir o? Şənlikləri olacaq. Kim eləyir? Onun özü belə pis çıxmasın. 600-700 manat pensiya alır, onun özü-özünə görür. Mən ondan 11 ildə evliyəm, hələ onun kartını salıb bankamata pulunu çıxardıb 1 qəpiyi yeməmişəm. Çəkib gətirib özünə vermişəm, öz problemini öz borcuna verib. Danışırsınız elə, yox doğmaq. Öyrəşmişsiniz, doğub qucağına alıb burada saxlamağa. Mən istəmirəm. Mən bu günləri marşrutda, metroda, gözü poxlu-poxlu, gözünü ova-ova gedənlərin pulu ilə uşaq dolandırmaq istəmirəm. O bilirsiniz, bugünkü gündə o kasıblara yardım edən kasıblar kimlərdir? Marşrutda, metroda yol gedənlər. Qurban olsun deyirəm. Marşrutda, metroda, Orxan xoş gəldin. Saat 6 tamamda, 7 tamamda, Allah toranlıqda 300-400 manat maaşa işləyənlərdir. Bax, mən yeni il günü burada ərzaq yardımı yığdım, Novruz günü ərzaq yardımı yığdım. Bax, o 1 manat atanların hamısı, bax, o işdə işləyənlərdir, içimən qarışıq. Bugün mən niyə mağaza çəkilişlərindən çıxdım, artıq dayandırdım, istəmirəm işləmək. Bilirsən niyə? Çünki bezdim. Adamı nə qədər söyərlər, adamı nə qədər təhqir eləyərlər. Bəsdir də. Valla öz cinsiyyətliyimə, öz haralı olduğuma şübhələnirəm ki, mən niyə bunlar belə daşqalaq eləyirlər, niyə bu qədər söyürlər? Həmin Nərmindir də o, 7 il İsmail yolu üstə qutab pişirəndə əhsən sənə, sağ ol sənə, bütün qadınlar sənin kimi olardı. İndi nə dəyişdi? Heç nə. İstəmirik bacı, boşandın, boşandım. Yavaşdan. Heç kimə fikir vermə, çox sağ olun. Ay Orxan, nə olar? Denəm ki, bu da olsa yaxşı olacaq. Valla, İsmaillıdan salamlar, əli içmə. Ay bacı, gedəcəm, rayonda evim də yerində, obyektim də yerində. Gedib işləyəcəm, qutabımı satacam, qazanacam. Dostum, o söz deyil axı. Nə var ki, dünyaya gətirib saxlamağa? Mən saxlaya bilmirəm, mən gücüm çatmır. Çatmır. 1-ci sinifə gedir, ayda məşğələsinə pul verirəm, geyiminə pul verirəm. Valla bacı, kalkotka alırsan 1 ay geyindirsən, 2-ci ay kalkotka gəlir düşür bura. Paçası qalır qıçında. Və dünənlər almışdım axı mən, onu nətər balacalaşdı. Saxlamaq olmur. Özümüz yenə bacının, qardaşın paltarını geyinir. Uşağıma gedim kimi, gəlim sən uşağın paltarını alım gətirim ki, gətir ver mənim uşağım geyinsin. Olmur bacı. Vallah, billah. Demək asandır.
danışmaq asandır. Nə olsun, mən də bir zamanlar qınadıqlarımı bu gün yaşayıram. Vallahi deyirəm, zəmanə gəlib elə yerə çıxıb ki, bütün qınadıqlarımızı yaşayırıq. Qınadığın deyir, bir gün yaşamayana qədər Allah səndən əl çəkən deyil. Yox, mən eləyə bilmərəm. Mən 5 dəqiqəlik o həzzin üzbatından 9 aydan sonra uşaq dünyaya gətirib ona baxa da bilərəm, baxmaya da bilərəm. Vallahi. Çox sağ olun, necəsiniz? Allahın verdiyi payda, ay bacı, yenə də deyirəm, paydı, qurban olum. Mən demirəm Allah mənə, Allaha qurban olum. Verib də bacı, bax bu adama mən baxıram da, qurban olum, bax. Görürsən bacı, bax baxıram da buna, uşaq deyil bu. Bir dənə bax göbürdən. Uşaq deyil bu, meyvələr də dur ver, nə istəyir ondan yesin. Şort geymişəm istəməz. Uşaq deyil bacı, o uşaqdır da, baxıram da ona, varımdır da bəsdir. 3 dənə var, 3 uşağım var bacı, mənim 2 uşağım yoxdur. O da mənim payımdır, nə olsun mən dünyaya gətirməmişəm, nə olsun mən bətnimdə saxlamamışam. Ki, doğanların hamısı balalarına sahib çıxır ki, sən Allah get başımdan az, doğub yiyib üstündə qalıb aparıb uşaq evinə atırlar, gəlir oturur TikTokda deyir tıkla mənə pul at. Bəsdirində nə olar? Vadar eləməyin, qeybət eləməyə, kimisə dalıca danışmaq mənim ümumiyyətlə qabımda yoxdur. Prosta siz vadar edirsiniz. Mən istəmirəm. Allah mənim 31 yaşım var. Onu da şükür Allah, o cümrətdir, ondan razı. Mən necə deyim sənə? Arxayınam mən ondan. İnşallah qismət nə vaxt olar onda. Allaha qurban olum. Amma fakt o mənim uşağımdır. Bax Minnur gördün, marujnan yedi, əlini yudu getdi. Amma o yeyir, əli şovru deyir gətir əlimi yu. Quplucuya su doldur, gətir ləyəndə əl üzünü apar demirəm. Mən reklam eləmirəm Elnura baxdığımı, başa düşdünüz? Yəni deməyim odur ki, bunun özü elə mənim üçün uşaqdır. Mən elə baxıram buna, bəsimdir. Hə vallah. Yox, kim kimi qınayır, yenə də deyirəm, qınamaq asandır. Bax, insan ona deyərəm ki, qınadıqlarını yaşasın. Allah'ın da olsun deyirəm. Uşaqdır da, bacı, bu da uşaqdır. Bax, Allah, götür alman yer. Uşaq, Allah uşaqdır, buralar da olsun. 51 yaşında, 51. Valla qayğı istəyir bu da. Baxmaq istəyir, bəsdir, Elnur, məzələnmə. Elə qayğı istəyirəm, elə darıqıram, elə darıqıram. Ye almanı, ye oğlum. Qayğı istəyirəm, başına. Amasını ye, ana qurban, amanı ye. Aferin. Yedi amasını, gördün? Çox qayğı. Uşaqdır, qırxı təzə çıxıb. Qayğını elə istəyirəm. Uşaq sevən, bacı, nə qədər deyirlər? Uşaq, Allahu Ekber. Uşaq deyim, bax sən elədin, sən. Sən saldın cəmaatın dilinə bu sözü. Mən salmamışım. Özüm xeyər təmizlərim. Orada yazmışdım. Mən də cavab vermişəm. Qızlar, Luna Beauty də Salyarumla, lazerlə bağlı müraciət eləyə bilərsiniz. Şərifzadə, Yasamalla inşaatçıların kəsişməsi, C-Shopdan bir 100 metr qabaqda binanın altında Luna Beauty. Müraciət eləyin qızlar. Lazeri də çox gözəldir. Alexandrit Pro U aparatıdır.